Samux rayonunda Azərbaycan polisinin yaranmasının 108-ci il dönümü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Samux rayon icra hakimiyyətinin başçısı Firdovs Əliyev, Samux rayon polis şöbəsinin rəisi polis polkovniki Ramil Səfərəliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, icra hakimiyyətinin əməkdaşları, Samux rayon polis şöbəsinin işçiləri iştirak edib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər. Ardından keçirilən tədbirdə Azərbaycan Respublikasının Daxili İşlər Naziri General-Polkovnik Vilayət Eyvazovun peşə bayramı münasibəti ilə polis əməkdaşlarına ünvanladığı təbrik məktubu oxunub. Tədbirdə çıxış edən Samux rayon icra hakimiyyətinin başçısı Firdovs Əliyev polis əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edib, çətin və şərəfli işlərində onlara uğurlar arzulayıb. Qeyd edib ki, Azərbaycan polisi uzun, tarixi və şərəfli bir yol keçib. Müstəqil Azərbaycanın daxili işlər orqanlarının formalaşmasında Ulu Öndər Heydər Əliyevin müstəsna rol olduğunu vurğulayıb. Bildirib ki, hazırda Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə hüquq mühafizə orqanları, o cümlədən Azərbaycan polisi insanların təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanır, cinayətkarlığa qarşı barışmaz mübarizə aparır. Oradan da belə bir deyim var, mənim polisim məni qoruyur. Oradan polis hər bir vətəndaşın yanındadır. Öz o xüsusiyyədiyi, o formanı daşıyan adam birinci növbədə özü nümunə olmalıdır. Cənab Polkovnik, gözəl bir kollektiviniz var, çok razı olsun, Allah razı olsun. Bu şərəfli, bu necə deyirlər, məsuliyyətli işinizdə yeni uğurlar. Sağ olun. Allah sizi qorusun. Rayon polis şöbəsinin rəisi polis polkovniki Ramil Səfərəliyev bildirib ki, polis əməkdaşları Azərbaycan qanunlarına, xalqa, vətənə, ümummilli lider Heydər Əliyevin ideyalarına və Prezident İlham Əliyevə daim sadiqdirlər. Azərbaycan polisi ictimai asayişin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında bundan sonra da şərəflə çalışacaq. Tədbirdə çıxış edən digər yerli hüquq mühafizə orqanlarının rəhbərləri də polis işçilərini peşə bayramları münasibəti ilə təbrik ediblər. Sonda xidmətdə fərqlənən bir qrup polis işçisinə Samux rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli xatirə hədiyyələri təqdim olunub.